Dövri qanun və dövri sistem atomun quruluşunda dövri qanun və dövri sistemə aid olan bir sıra qalan sualların izahına baxarıq. Belə ki, başlayırıq 60-cı sualda. 60-cı sualda bizə deyir ki, X, Y, Z və T elementləri ikinci dövrdə yerləşir. Dövr daxilinə deməli bu elementləri biz yerləşdirməliyik verilən şərtə görə. İkinci dövrdə yerləşir. 4 elementli deyə 4 dənə xana ayırırıq. Bizə deyir ki, X, Y, Z və T ikinci dövrdə yerləşir. Y və Z-in nisbətən X elektronu daha asan verir. Y və Z-ə nisbətən X elektronu daha asan verir. Deməli, X daha güclü reduksiya edicidir. Reduksiya edicilik də biz bilirdik ki, bu istiqamətdə azalırdı. Onda belə çıxır ki, X elementi Y və Z-ə nisbətdə daha soldadır. Elə biz yazdığımız şəkildədir. Y və Z isə X-dən sonra gəlir. Z-ə nisbətən Y elektronu daha çətin verir. Z-ə nisbətən Y elektronu daha çətin verir. Burada nə demək istəyir? Yəni deyir ki, reduksiya ediciliyi Z-ə nisbətən Y elektronu daha çətin verir. Deməli, Z daha qüvvətli reduksiya edicidir. Y isə ondan daha az reduksiya edicidir. Z-ə nisbətən Y elektronunu daha çətin verir. Z-ə nisbətən Y. Deməli, Y deyir ki, Z-ə nisbətdə elektronu daha çətin verir. Yəni, daha pis elektron verir. Yəni ki, daha zəif reduksiya edicidir. Nə? Y Z-dən zəif reduksiya edicidir. Z deməli, daha güclü reduksiya edicidir. Z daha güclü reduksiya edicidirsə, onda bunların yerini dəyişməliyik. Y düşməlidir. Z-dən sonra Z, sonrası Y gəlməsi. Çünki reduksiya edicilik bu sırada azalırdı. Bizə də deyir ki, Z-in reduksiya ediciliyi Y-dən çoxdur. Onu demək istəyir bizə. Deməli, sıra belə olacaq hələ ki, X, Z, Y, T. T elektron alıb vermir və bir atomlu bəsit qaz normal şərtdə əmələ gətirir. Və burada da demək istəyir ki, bizə bu təsirsiz qazdır. T elektron alıb vermir və bir atomlu bəsit qaz normal şərtdə əmələ gətirir. Biz demişdik ki, 8-ci qrupun əsas yarımqrup elementləri təsirsiz qazlar və yaxud da nəcib qazlar heç bir birləşmə əmələ gətirmirdi və ona görə də elektron alıb verməyəcək. Və həm də onlar bir atomlu qaz idilər. Bir atomlu. Biz bilirdik ki, hidrogen ayağında 2 olmalıdır ki, o qaz halında olsun. Oksigen 2 olmalıdır ki, qaz halında olsun. Amma ki, təsirsiz qazlar bir atomlu olaraq qaz halında olurdular. Deməli, T də elə ən sonda yerləşəcək. 8-ci qrupa düşəcək. Onda X bura düşər. X bura, Z bura, Y bura, sonra isə T gələcək. Sonda isə T gələcək. Buradan o yana qrup yoxdur. Bu sonuncu qrupa T düşür. 8-ci qrupa. İndi cavab olacaq və bizə deyir ki, elementin sıra nömrəsinin azalması sırasını göstərin. Sıra nömrəsi azalması, sıra nömrəsi ən böyük olan T olacaq. T gələcək, sonra Y, sonra Z, sonra isə X. T, Y, Z, X. T, Y, Z, X. Cavab oldu D variantı. Növbəti sual. Növbəti sual 68-ci sualdır. 68-ci sual. Dövri sistemin verilmiş hissəsindəki əsas yarımqrup elementləri üçün hansı ifadələr doğru deyil? Gəlin baxaq A bəndinə. A deyir ki, Y-in protonların sayı X-in protonlarının sayından doğru deyil deyir bizə. Y-in protonları sayı X-in protonları sayından bir vahid çoxdur. Y-in proton sayı X-in proton sayından bir vahid çoxdur. Bəli, düzdür. X yerləşir 6-cı qrupda, Y isə yerləşir 7-ci qrupda. Və ikinci dövrdə nəzər yetirsək, bizim əvvəldə birinci dövrümüz qalır. Birinci dövrdə də hidrogen və helium var idi. İkinci protonlar orada. Burada düşür deməli 6, bu elə 8-ci element, proton 8, bu da düşür 9. 8 və 9. Bu deməli düzdür deyə A-nı çıxdıq. B-də deyir, M-in atom radiusu ən böyükdür. M-in atom radiusu, bəli, radius yuxarıdan aşağı getdikcə artırdı. Soldan sağa isə azalacaq. M-in radiusu ən böyükdür, bu da düzdür, çıxdıq. Y-in elektromənfiliyi ən böyükdür. Y, bəli, flor elementidir. Florun da elektromənfiliyi ən böyük idi. C-ni çıxdıq. X-in protonları sayı 4 idi elektromənfili Y-də, florda. X-in protonları sayı ən azdır. X-in protonları sayı o da düzdür, ən azdır. Çünki X ikinci dövrdə yerləşir və ən əvvəldə yerləşir. Bu da düzdür. Sonra görək nə deyir? Y-in atom radiusu, Y-in atom radiusu M-in atom radiusundan böyükdür. Xeyr, səhvdir. Radius belə getdikcə azalırdı. Bu istiqamətdə radius artırdı. Bu istiqamət əksinə olaraq
M-in radiusu yenə hər bir halda R-in radiusundan böyükdür. R-in radiusu əgər budursa, bu dairədirsə, M-də bu olacaq. Və buradakında da bu olacaq. Çünki getdikcə radius yuxarıdan aşağı artır, sağdan sola artır. Bəli, cavab olacaq E variantı. Sonra 70-ci sualda da X, Y, Z qrupları deyir. X, Y, Z əsas yarım qrup elementidir. X-in sıra nömrəsi 17-dir. X-in sıra nömrəsi 17-dirsə, biz onu tapa bilərik neçənci qrupda yerləşir. Birinci dövrdə 1, 2 dənə element var idi. Bu deyək ki, birinci dövr olsun. İkinci dövrdə neçə element var idi? 8 element var idi. Üçüncü dövrdə də deməli bizə neçə qaldı? 2-si 8, 10-u getdi, 7-si qaldı. Üçüncü dövrdə də gəlib düşəcək bu. 7 qalırsa yerdə neçəyə? 7-ci qrupa. 7-ci qrupa düşəcək bu element. Və yaxud da belə də tapa bilərik. Yazıram X elementi 17, 2, 8, 7. Sonuncu təbəqanı ayırıram. 3S2 qısa elektron formanı. 3P5. Üçüncü dövr əsas yarım qrup elementidir və neçənci 2 üstə 5 eləyir 7-ci qrup elementidir. X elementi 7-ci qrup elementidir. Z və Y elementləri Z2 Y birləşməsi əmələ gətirir. X, Y və Z elementinin yerləşdiyi qrupun nömrəsi müəyyən edin. X-in sıra nömrəsi 17-dir. Z və Y elementləri Z2 Y birləşməsi əmələ gətirir. Z2 Y birləşməsi əmələ gətirir. Z2 Y birləşməsi əmələ gətirir. Dedik ki, X 7-ci qrupdur. Ya B bəndi olacaq, ya D bəndi olacaq. Bizə verdiyi birləşmə hansıdır? Z2 Y. Z2 Y, Z2 Y. Bəli, baxaq indi. Z2 Y. Buradan belə görsənir ki, bu 2 Y-ə düşəcək. Z-ə 1 valent düşəcək. Z2 Y, onda Y. Onda Z birinci qrup olacaq. Birinci qrup Y-də düşəcək. 6-cı qrup. 8-dən 6 çıxırıq eləyir 2. Y-in deməli həm maksimum oksidaşma dərəcəsi 2 olacaq. Valentlik də ona uyğun olacaq. 2 olacaq. Z də 1 olacaq. Burada da birinci qrupdur. Cavab ona görə olur B variantı. Gəl 71-ci sual. Bəli, növbəti sual 71-ci sualdır. Baxaq 71-ci suala. Bizə deyir ki, dövr sistemində yerləri göstərilmiş əsas yarım qrup elementlər üçün hansı ifadələr doğrudur? Y-L birləşməsində ion rabitəsi var. Y-L birləşməsində. Y və deməli L birləşməsində ion rabitəsi var. Y birinci qrupun qələvi metalıdır. L isə ikinci dövr 7-ci qrup flor elementidir. Bəli, metal ilə qeyri-metal birləşəndə biz deyirik ki, ion rabitə əmələ gətirirdi. Bu düzdür. Kimyavi rabitənin növlərində keçəcək bu mövzunu. T ilə R elementləri bizə deyir ki, doğrunu seçirik deyə biri götürdük. T ilə R elementləri TR4 birləşməsinə əmələ gətirir. T ilə R birləşmə R. T ilə R. Deməli, burada elementləri də biz tapa bilərik. T 4-cü qrupdur. R 7-ci qrupsa 1 valentidir. Bu 3-cü dövrün gəlin elementi tapaq. Hidrogen, helium, litium sırası, natrium, magnezium, alüminium, silisium, deməli natrium, magnezium, alüminium, silisium, fosfor, kükürt, xlor düşdü bu da. Bəli, silisium, xlor 4 birləşməsi əmələ gətirəcək. TR4. Bəli, silisium, xlor eləyəcək. Bu da silisium, xlor 4. Yəni ki, TR4 birləşməsi də əmələ gətirəcək. X ilə Z elementləri, X ilə Z elementləri. Bu da natrium, magnezium, alüminium, silisium, fosfor, kükürt, xlor, argon. Deməli, burada natrium əgər X olsa, natrium, magnezium, alüminium olsa, X ilə X elementi dedik ki, natrium metalıdır. Z-i də tapdıq ki, hansı metaldır? Natrium, magnezium, alüminium metalıdır. Bu heç vaxt ola bilməz. 2 metal bir-birinə birləşmə əmələ gətirə bilməz. 3 ona görə səhvdir. 1, 2 cavab D variantı. 71-dən sonra gəldi 75-ci sual. 75-də dövr sistemdə verilmiş əsas yarım qrup elementləri üçün hansı ifadə doğru deyil? Doğru deyil. T ən asan elektron verən elementdir. T baxaq. Bu istiqamətdə nə oldu? Dedik ki, reduksiya edicilik azalırdı. Elektronu ən asan verən reduksiya edicilik şəklində güclənməsi elektronun vermənin
ən yüksəkliyi Y-dədir. T-də isə azdır. Reduksiya edicilik ən güclü nə idi? Y-dir. Reduksiya edicilik nə idi? Elektron vermək qabiliyyəti idi. Bizə səhvi deyir T ən asan elektron verən elementdir. Elə cavab A olacaq. X-in sıra nömrəsi ən kiçikdir. Bəli, kiçikdir. Bu çıxdı. C, X və ilə T. X ilə T elementləri kovalent polyar rabitəli birləşmə əmələ gətirir. X ilə T. X ilə T kovalent polyar. Xeyr, metal varsa burada ion ola bilər. Ancaq bu Y-in atom radiusu ən böyükdür. Y-in atom radiusu ən böyükdür. Bəli, düzdür. Y-in atom radiusu yuxarıdan aşağıya artırdı. Metallıq da artırdı. Reduksiyacılığı da artırdı. T-nin sıra nömrəsi ən böyükdür. T-nin sıra nömrəsi o da düzdür. Bəli, sıra nömrəsi belə sıra ilə gəldi və ən böyük sıra nömrəsi olan T elementi oldu. Bu da səhvdir. Cavab A variantıdır. Bəli. Növbəti sual. Elementlər verilmişdi bizə. Aha. Element X elementi sıra nömrəsi A-dır. Y-də A plus 1-dir. Z-də isə A minus 2. Elementin ikisi eyni dövrdədir. X təsirsiz qazdırsa, X təsirsiz qazdır deyirsə, X düşür demək 8-ci qrup elementidir. Belə bir şey çəksək, bura olsa 8-ci qrup. Deməli, X düşür, deməli bura. X 8-ci qrup elementidir. X və onun sıra nömrəsi nədir? A-dır. Və bu A plus 1-dirsə, deməli, Y elementi A plus 1 deyən sıra nömrəsi 1 vahid çoxdursa 8-dən sonra qrup yox idi. Gəlirdik 1-ə və düşəcək aşağıdakı dövrə. Bu olacaq Y elementi nə idi? Sıra nömrəsi A plus 1. Amma Z isə A minus 2-dir. Z isə A minus 2-dir. A minus 1 düşür bura. A minus 2 isə düşəcək bura. Bu da oldu Z. Z-də nə idi? A minus 2. Və indi Z atomunun xarici elektron təbəqəsində 6 elektron var. Bu neçənci qrupa düşdü? Bu oldu 7-ci qrup, bu oldu isə 6-cı qrup. 6-cı qrup, bəli. 6-cı qrup. Y-də 1-ci qrupa düşür. 1-ci qrupa düşdü. Bizə nə dedi? Z atomunun xarici elektron təbəqəsində 6 elektronu var. Z atomunun xarici elektron təbəqəsində bəli 6 elektron var. Qrupun nömrəsinə uyğun. Yəni valent elektrondan söhbət gedir. Bir düzdür. Bizə deyir doğrunu tapın. X və Z elementləri X-Z birləşməsi əmələ gətirir. X və Z elementləri X və Z elementlər xeyr ola bilməz bu. X 6-cı qrupdur, Z isə dedik ki biz X daha doğrusu 8-ci qrupdur. 8-ci qrupda heç bir element ilə birləşmə əmələ gətirmir. Təsirsiz qazdır o çünki. Bu elementlərdən biri qələvi metaldır. Bəli, Y qələvi metaldır. Baxın 1-ci qrupda yerləşir çünki. 1-ci qrup metallar da qələvi metallar idi. 3 düzdür. Y ilə Z-in Y2Z birləşməsi var. Y ilə Z-in Y2Z birləşməsi var. Y2Z birləşməsi var. Burada 4-də deyir ki, Y ilə Z-in Y2Z birləşməsi var. Bəli, Z yerləşir. Neçənci qrupda? 6-cı qrupda. Z-ə desək ki, 8-dən 6 çıxanda düşür valentli 2. Y-də 1-ci qrupda yerləşir 1 valentli. Olacaq Y2Z. Bəli, bizə deyir ki, Y2Z 4-də düzür. Cavab 1, 3, 4 olacaq. 1, 3, 4. Bəli, bu bölmədən bu qədər.